Deyirlər, neft-qaz sahəsi Azərbaycanda sadəcə bir sənaye deyil, həm də böyük bir məktəbdir. Bu məktəbin içərisində mühəndislik var, məsuliyyət var, risk var, hesablama var və bu sahəni içərisindən bilən insanlar var. Neft-qaz mühəndisliyi yerin altından başlayır, lakin qərarları yerin üzərində verilən sahədir. Burada hər rəqəm, hər təzyiq, hər quyu və hər seçim ciddi nəticələr yarada bilər. Bugünkü sualımız budur. Gələcəyin neft-qaz mühəndisi sadəcə ənənəvi mütəxəssisdir, yoxsa bu sahəni texnologiya olaraq dəyişən insan? Bumerang başladı, suallar atılır, cavablar bir dəfə laylardan, quyulardan qayıdır. Studiyamızda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin öz yetirməsi, texniki üzrə fəlsəfə doktoru, dosent İnqilab Əliyev var. O, neft-qaz mühəndisliyi kafedrasının müdürüdür. Xoş gəlmişsiniz İnqilab müəllim. Çox sağ olun, xoş gördük. Siz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr, magistratura və doktorantura təhsil almışsınız. İndi isə kafedra müdürü kimi fəaliyyət göstərirsiniz. Bu sahənin içindən keçmiş biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti neft-qaz mühəndisinə nə verir? Bakalavr, magistratura və doktorantura təhsilini Adnusuda bitirmiş bir şəxs kimi deyə bilərəm ki, Adnusu neft-qaz mühəndislərinə fundamental biliklərlə yanaşı peşəkar düşüncə qabiliyyətini qazandırır. Bizim Adnusunun neft-qaz mühəndisliyi ixtisası üzrə minlərlə peşəkar neftçi mühəndislər məzun olmuşdur. Universitetdə yaranmış akademik mühit nəzəri bilikləri təcrübə sahələrindəki bacarıqlarla vəhdətini təşkil edir. Düşünürəm ki, Adnusuda yüksək tələbə müəllim davamlılığı vardır. Bunu nəyə görə nəzərdə tuturam? Çünki mən özüm də vaxtı ikən Adnusu tələbəsi olmuşam və universitetdə bu auditoriyalarda tədris almışam və hal-hazırda gənc nəslin hazırlanmasında yaxından iştirak edirəm. Neft-qaz mühəndisliyi deyəndə çoxları sadəcə hasilatı düşünür. Əslində bu sahənin arxasında hansı böyük mühəndislik düşüncəsi dayanır? Neft-qaz mühəndisliyi sadəcə neftin, qazın yer təkindən hasil deyil, yataqların geoloqlar tərəfindən müəyyən olunduqdan sonra ehtiyatının hesablanması, onun iqtisadi və sənaye baxımından səmərəli olub-olmaması müəyyən edilməsi və işlənmə modelinin qurulması ilə məşğul olurlar. Daha sonra quyuların qazılması prosesinə keçilir, quyuların qazılma yerləri müəyyən olunur, quyular qazıldıqdan sonra tamamlanır, tamamlanma prosesindən sonra isə lay-quyu əlaqəsi qurulur. Onun növbəti mərhələsi lay rejimlərinin seçilməsidir və istismar üsullarının müəyyən olunmasıdır. Neftçi mühəndislərin əsas məqsədi bu prosesi mümkün qədər uzun və səmərəli aparmaqdır. Neft mühəndisləri yer təkində olan karbohidrogen ehtiyatlarının elmi əsaslarla yüksək texnologiyalar vasitəsilə idarə etmə sənətidir. Həmçinin qeyd etmək istəyirəm ki, neft-qaz mühəndisləri sadəcə bir neft və qaz karbohidrogen ehtiyatlarının çıxarılması deyil, onun nəqlə hazırlanması və ambarda saxlanılması ilə də məşğul olurlar. Bu sahədə tələbəyə ilk nə formalaşdırılmalıdır? Texniki bilik, məsuliyyət hissi, yoxsa bu sahədə hər detal vacibdir düşüncəsi? Düşünürəm ki, bunların hər biri vacibdir. Texniki biliklər, fundamental nəzəri biliklər tələbələr üçün çox vacibdir. Çünki onlar universitetdə qazandıqları nəzəri bilikləri sonra sahədə istifadə edirlər. Ondan başqa nəzəri biliklərdən də əlavə tələbənin məsuliyyəti və nizam-intizamı olmağı da çox vacibdir ki, gələcəkdə sahədə bir mühəndis kimi çalışarkən verdiyi qərarların arxasında onun cavabdehi hissi olsun. Çünki neft-qaz sənayesi elə bir sənayedir ki, burada verilən qərarlar öz arxasında həm insan, həm ətraf mühit, həm də qlobal enerji təhlükəsizliyi baxımından vacib məsələləri daşıyır. Siz həm kafedrada dosent, həm fakültədə dekan müavini, həm də elmi katib kimi çalışmısınız. Bu təcrübələr kafedra rəhbərliyinə baxışınızı necə formalaşdırır? Kafedrada rəhbərliyi elm, tədris və idarəetmənin bir sintezini nəzərdə tutur. Mən, düz buyurursunuz, həm dosent kimi də fəaliyyət göstərmişəm. Dosent kimi fəaliyyət göstərərkən auditoriyanı tanımağı, tələbələrin tələblərini öyrənməyi və müasir tədris planlarının hazırlanmasından daha dərindən məşğul olmuşam. Eyni zamanda dekan müavini kimi çalışarkən kafedra, fakültə əlaqələri, həmçinin verilən qərarların ümumi universitet təsiri barəsində də müxtəlif məsələləri öyrənmişəm. Elmi katib kimi fəaliyyətim elmi şuraların hazırlanması, normativ sənədlərin hazırlanması və
verilən qərarların vacibliyinin, məsuliyyətini hiss etmişəm. Odur ki, bu üç istiqamətdə fəaliyyətim hal-hazırki peşə fəaliyyətimə daha da dərindən məşğul olmağıma köməklik edir. Neft-qaz sahəsində texnologiyalar dəyişir. Rəqəmsallaşma, modelləşdirmə, data analitikası daha çox önə çıxır. Kafedra bu dəyişikliklərə necə uyğunlaşmalıdır? Düzdür, neft-qaz sənayesi bütün sahələrdə olduğu kimi gündən-günə rəqəmsallaşır. Proqram təminatlarından istifadə, süni intellektdən istifadə çox vacib məsələlərdəndir. Mən düşünürəm ki, kafedra bunlara uyğunlaşmamalı, birbaşa bunları tətbiq etməlidir. Bizim neft-qaz sənayesində istifadə olunan müxtəlif platformalar, Petrel, Eclipse, həmçinin Rockstar kimi proqram təminatlarından istifadə, Kappa qazma sahəsində istifadə olunan proqram təminatlarından istifadəni biz tələbələrə öyrətməliyik və yalnız öyrətməklə deyil, bu proqram təminatları vasitəsilə əldə olunan nəticələri düzgün təhlil etmə bacarıqlarını onlara aşılamalıyıq. Çünki müasir dövrdə sənayedə işlər yalnız bu proqram vasitəsilə qərar verilir və mühəndislər düzgün qərarı verilməsində bu proqramlardan istifadə edirlər. Auditoriyada öyrənilən bilik sahədə necə işə düşür? Yəni tələbə bir gün vay təzyiqini öyrənir, sabah real sənaye prosesində bunun məsuliyyətini hiss eləyir. Düzdür, nəzəri biliklər auditoriyada öyrəndikdən sonra, məsəl üçün qeyd etdiyimiz kimi lay təzyiqi, suların keçiriciliyi, məsaməli və digər parametrləri, bunları bildikdə mühəndis düzgün qərar vermək bacarığında olur və onun verdiyi qərarın arxasında müəyyən bir baza olur. Çünki biz sahədə işləyərkən yerin altında gedən fiziki və kimyəvi prosesləri görmür, sadəcə quyu ağzından yatağı, quyunu idarə edə bilərik. Ona görə düşünürəm ki, nəzəri biliklər çox vacibdir və nəzəri biliklərin arxasında müasir dövrdə qeyd etdiyim kimi proqram təminatları və digər süni intellektlərdən istifadə etməklə, alətlərdən istifadə etməklə düzgün və dəqiq qərarlar verilməlidir. Neft-qaz mühəndisliyi sahəsində beynəlxalq əlaqələr və elmi əməkdaşlıq nə qədər vacibdir? Bugün mühəndis sadəcə yerli təcrübə ilə kifayətlənə bilərmi? Xeyr, düşünürəm ki, bir çox sahələrdə olduğu kimi neft-qaz sahəsində də yalnız ölkə daxili və ya müəssisə daxili işlərlə kifayətlənmək mümkün deyil. Bizim sahədə bir çox ölkələrdə neft-qaz mühəndisliyi üzrə beynəlxalq konferanslar təşkil olunur, elmi jurnallar çap olunur və neft-qaz mühəndisləri, bizim tələbələr bunlarda fəal iştirak etməlidirlər. Elmin yeniliklərini, son texnologiyalardan istifadəni öyrənməlidirlər. Həmçinin universitet rəhbərliyi tərəfindən yaradılan şəraitə bizim tələbələr bir semestr və ya tədrisin bir neçə semestrini mübadilə proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını xarici tələbələrlə bölüşürlər. Enerji keçidi və yaşıl texnologiyalarla bağlı çox danışılır. Bu dövrdə neft-qaz mühəndisliyi öz yerini necə qoruyur və necə yenilənir? Bəli, düz buyurursunuz. Hal-hazırda müxtəlif bərpa olunan enerji növləri, iqlim dəyişiklikləri gündəmdədir. Odur ki, düşünürəm ki, bu məsələlər neft-qaz mühəndisliyini heç də geridə qoymur. Əksinə neft-qaz mühəndisləri qarşısında yeni sınaqların, yeni məqsədlərin açılmasına gətirib çıxardır. Məqsəd hasilatı artırmaq deyil, neft-qaz hasilatını, sadəcə bu hasilatı düzgün və ekoloji baxımdan səmərəli və iqtisadi baxımdan səmərəli hasil etməkdir. Həmçinin düşünürəm ki, gələcək illərdə və bu bərpa olunan enerji və digər enerji sektorunda olan enerji mənbələri neft-qaz sahəsi ilə birgə vəhdət olacaq və bunların hər birindən istifadə olunacaqdır. Çünki yanacaq və kimya sahəsində daha uzun illər neft-qaz mühəndisliklərinə ehtiyac duyulacaq. Son olaraq gələcəyin neft-qaz mühəndisi necə olmalıdır? Klassik sahə mütəxəssisi, rəqəmsal texnologiyaları bilən mühəndis, yoxsa bunların hər ikisini özündə birləşdirən yeni nəsil peşəkar? Gələcəyin neft-qaz mühəndisliyi hər ikisini birləşdirən peşəkar olmalıdır. Çünki fundamental biliklər sözsüz çox yüksək səviyyədə tələbə qavramalıdır ki, öz işini əməl etsin. Sadəcə texnologiyalar olur ki, vaxtaşırı dəyişir. Texnologiyaların dəyişməsi nəticəsində də o daima inkişafda olmalıdır, yeni texnologiyaları öyrənməlidir və hər iki fundamental biliklərlə texnologiyaların bir-birində vəhdətini istifadə etməlidir.
Həmçinin gələcəyin mühəndisi mütəmadi olaraq üzərində işləməli və yaxşı nəticələr əldə etməlidir. İnqilab müəllim, təşəkkür edirik. Bu söhbətdən aydın oldu ki, neft-qaz mühəndisliyi sadəcə ixtisas deyil, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi və sənaye ənənəsinin əsas istiqamətlərindən biridir. Çox sağ olun, minnətdaram dəvətinizə görə. Bugün gördük ki, neft-qaz mühəndisliyi təkcə hasilat, quyular və texniki sxemlər haqqında deyil. Bu, məsuliyyət, təhlükəsizlik, dəqiqlik və davamlı yenilənmə tələb edən böyük mühəndislik məktəbidir. Bumerang kimi sualları atdıq, cavablar bir dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi kafedrasından qayıtdı. Görüşənədək. Deyirlər neft-qaz mühəndisliyi Azərbaycan. Birinci sual siz buyurun başlayaq. O, neft-qaz mühəndisliyi kafedrası. Nə, bircə saniyə. İkinci təzədən başlayarıq. Kafedra, doçent, həm fakültə, dekan müavini, həm də... Siz bunları keçək, sonra qayıdarıq.